Gelin ki. Gelin. Geçin de bana, geçin buraya. Gel buraya. Gelin buraya da geçin de. Hamınızı salamlayıram. Çox sağ olun ki, gəlmisiniz. Təşəkkür eləyirəm hər birinizə. Eyni zamanda Xosrov müəllimə də təşəkkür eləyirəm ki, burada bizə şərait yaratdı. Aydın müəllimə təşəkkür eləyirəm. Nərgiz xanıma, Etibar xanıma təşəkkür eləyirəm. Eyni zamanda Bərdə rayon İcra Hakimiyyətinin rəhbəri, başçısı Vidadi müəllimə, eyni zamanda bu işləri təşkilində mənə dəstək olan Zöhrab müəllimə də təşəkkürümü bildirirəm. Və bugünkü bu tədbirimizlə bağlı sizə qısaca məlumat verim ki, bugün bura yığışmaqda əsas məqsədimiz bölgələrdə gender problemlərinin təhlili adlı layihə ilə bağlıdır. Gender problemləri deyəndə biz nə başa düşürük? Gender problemləri nədir? Qadın kişi bərabərsizliyi və qız da bunu eləyə bilməz, oğlan da eləyə bilməz o problemi. Çox sağ olun, təşəkkür eləyirəm. Deməli, gender problemləri heç kim deyə bilməz ki, yoxdur. Ümumiyyətlə, gender deyəndə nədir? Gender biz deyəndə nəyə başa düşürük? Deyirik ki, məsəl üçün, kişi, qadın arasında olan o fərqlər, cinslər arası fərqlərdən deməli törənmiş problemlərdir. Bu problemlər də bütün bölgələrdə var. Bugün bizim məqsədimiz odur ki, hər bölgənin özünə uyğun problemləri üzə çıxardaq, görək hansı problemlər nədən yaranır, səbəbi nədir və biz o səbəblərdən nəticəni alaq və yaxud da hansı işi görə bilərik ki, bu deməli problemlərə biraz dəstək ola bilər. Deməli, layihənin məqsədi bölgələrdə gender problemlərinin səbəblərini aydınlaşdırmaq və yekun olaraq bu deməli problemlərdən çıxış yollarını tapmaqdır. Yəni biz bugün sizlə bura gəlmişik, həm bu problemləri biz araşdıraq və sizlə müzakirə eləyək, görək hansı problemlər var və bu problemlərdən çıxış yollarını nədə görürsünüz? Bugün demək olar ki, gender problemlərinin ən çox yayılmışı hansılardır? Erkən nikah. Erkən nikahdır, məişət zorakılığıdır, sonra məşğulluqla bağlı, yəni iqtisadi imkanların aşağı olması, yəni qadınların iqtisadi asıllıq gətirib nəyə çıxardır? İqtisadi asıllığın özü də gətirib məişət zorakılığına çıxardır. Məişət zorakılığı deyəndə nə başa düşürük biz? Məişət zorakılığı Kişilərin qadınlar üzərində hökmranlığı deyək. qohumluq münasibətlərindən sui-istifadə etməklə edilən zorakılıqlar məişət zorakılığıdır. Məişət ümumiyyətlə zorakılıq bir şəxsin hüququnu pozmaq və digər şəxsə müəyyən qədər zərər vurmaqdır. Yəni o zərər də ola bilər ki, həm fiziki ola bilər, həm sosial, psixoloji. Yəni bu zorakılıqları biz heç birimiz istəmirik. Sadəcə olaraq özümüzdən asılı olmayaraq bu zorakılıqları biz edirik və bizə qarşı edirlər. Yəni biz çalışmalıyıq ki, yəni cəmiyyət olaraq bu zorakılıqlardan qutaraq. Zorakılıqlardan qutarmaq üçün deməli, mənim fikrimcə biz başlamalıyıq erkən uşaqlıq dövründən. Bizim bir layihəmiz vardı, erkən uşaqlıq dövründə inkişafla bağlı. O layihə mənim çox xoşuma gəlirdi. Yəni, orada ümumiyyətlə o uşaqlıq vaxtından biz həm qızlarımızı, həm oğlanlarımızı biz elə yetişdirməliyik ki, gələcəkdə cəmiyyətdə onlar yararlı olsunlar və o zorakılıqlardan da uzaq olsunlar. Məsələn, biz bir şeyi yadımıza salanda fikirləşirik ki, görəsən bu hadisə olub, olmuyor. Kiçik yaşlarında kimsə bizə bir tutaq ki, bir hədiyyə alıb, kimsə bizi döyüb, kimsə bizi harasa aparıb, o bizim yadımızdadır. Amma son vaxtlar hansı hadisələr olur, axşam olur, səhər bəzən onu unuduruq. Bu nəyin nəticəsidir? Yəni,
erkən uşaqlıq dövründə o uşağın o beynində inkişaf o qədər güclü gedir ki, həmin vaxtı nəyi aşılasaq, o uşağın beynində gedir. Məsələn, biz əgər ailədə biz özümüz mehribanıqsa, kişi, qadın mehribansa, uşaqlar da mehriban olacaq və uşaqlar baxacaq, o valideyndən nəsə örnək götürəcək. Yoxsa əgər evdə, ailədə, məsəl üçün, uşağın yanında valideynlər başlayır, nə bilim, iqtisadi cəhətdən bilirik ki, biraz iş yerləri azdır, biraz məvacibləri azdır, görürsən nəsə, münasibətləri biraz dərinləşir, yəni onlar söhbət edirlər, uşağın yanında, uşaq baxır, görür ki, valideynləri dalaşırlar, mübahisə edirlər, uşağın elə ki, beynində qalır, elə bilir ki, ailə bu cür olmalıdır. Və yaxud da bizim televizorlarda çıxırlar, nə bilim, ailələri orada başlayırlar müzakirə eləməyə, bunun özü də düzgün deyil, yəni onlar elə ki, bizim uşaqlarımıza da, bütün cəmiyyətimizə də pis təsir göstərirlər. Elə bir ki, kimsə ora qaçır gedir, bu qız, bu verilişlər yaxşı ki, bağlandı, qaçıb gedirlər orada, o birilər də elə bilir ki, elə qaçıb getmək yaxşı şeydir və orada köməkliklər olunur. Ona görə də deməli, bu erkən nikah da artırdı, zorakılıqlar da artırdı. İndi biz cəmiyyət olaraq hamımız birlikdə, dövlət, qeyri-dövlət, vətəndaşlar, adi vətəndaşlardan biri hamımız birləşib, bu deməli, erkən uşaqlıq dövründən uşaqlarımızı biz formalaşdırmalıyıq ki, sağlam cəmiyyətdə böyüsünlər. Yəni, gender bərabərliyi uşaq yaşlarından başlamalıdır. Əgər bərabərlik varsa, düzdür, qanunlarımızda bərabərlik var. Sadəcə olaraq o bərabər, həmən o bərabərliyi biz imkana çevirək, bərabər imkanlara çevirək ki, yəni mentalitetimiz də imkan vermir o bərabərliyin tənzimlənməsinə. Qanunumuzda var, çox gözəl qanunlarımız var. Kişi, qadın görürsünüz, heç fərqi yoxdur. Hamı bərabərdir. Sadəcə olaraq arada görürsən ki, münaqişələr olur. Bunlar da yəni, bizim özümüzdən asılıdır. Biz gərək eləyək ki, yəni cəmiyyətdə özümüzdən başlayaq. Hər kəs özündən başlamalıdır, özü nümunə olmalıdır. Yəni, uşaq da baxır valideynə, qonşu da baxır qonşuya. Qonşu görsə ki, sənin ailəndə münasibət yaxşıdır, sənə hörmət yaxşıdır, onda o da çalışacaq ki, özünü sizə bənzətsin. Yəni, biz o yaxşı nümunələrdən istifadə edək. Yəni, biz o erkən uşaqlıq dövründə inkişafla bağlı layihəni işlədik, orada pozitiv valideyn qrupları yaratdıq. O pozitiv valideyn qrupları nə idi? Onlar uşaqları ilə yaxşı davranan, yəni nümunəvi uşaq yetişdirən valideynləridir. Yəni, onlar bir qrup şəklində birləşdilər və vakçat qrupu yaradırdılar. O vakçat qrupunda bütün valideynlərə müəyyən məlumatları verirdilər. Bu zamanda biz maarifləndirməni biz gücləndirməliyik. Maarifləndirmə işi ilə bağlı doğrudan da həm deməli QHT-lər, həm dövlət təşkilatları müəyyən işlər aparmalıdır. Özdə birlikdə iş aparmaq lazımdır ki, hamı bir olsun. Tutaq ki, əgər təşkilat olaraq kimsə təşkilatda nəsə iş aparır, ancaq başqaları onun əleyhinədir, belə olmaz. Bu işdə hamı bir olmalıdır, hamımız birlikdə mübarizə aparmalıyıq. Burada danışılası söz doğrudan da çoxdur. Orada deməli qanunda mühafizə orderi var. Mühafizə orderi ilə bağlı məlumatınız var da, yəqin ki, məişət zorakılığından zərər çəkənlərə ilk öncə deməli qısa müddətli mühafizə orderi verir. Mühafizə orderi qoruma aktıdır. Yəni o zərər çəkənin qoruma aktıdır. O mühafizə orderini 60 gün müddətinə verirlər. Əgər 60 gün müddətində barışıq olmuşsa, onun uzadırlar, olur 180 gün. Yəni daha sonra artıq elə keçir məhkəməyə, məhkəmə yolu ilə hansısa bir cəza görülür. Yəni bütün bunları deməkdə məqsədim odur ki, bizim bölgələrdə də gender problemləri var və mən çox istəyərdim ki, mən biraz çox danışdım, danışılası şeylər çoxdur, yəni bu gender problemi ilə bağlı doğrudan da o qədər deməli geniş
danışmaq olar ki, indi əgər mümkün olarsa, yəni kiminsə ehtiyacı olarsa, yəni fərdi qaydada, ya qrup şəklində biz məktəblərə də gedə bilərik, hansısa bir maarifləndirmə işi apara bilərik. Mən indi sözü verim bizim ekspertimiz Sadət xanıma, o da qısaca məlumat versin, sonra sizləri dinləyək, görək hansı problemlər var, o problemlərdən çıxış yollarını burada biz araşdıraq. Hamınızı salamlayıram. İlk öncə mənlər təşəkkürüm bildirirəm. Gender problemi deyəndə Şəriyə xanım qeyd elədi, həm də yoldaşlar da dedi ki, qadınla kişinin hüquqlarını, onların imkan daxilində münasibətlərinin bir-birindən üstünlüyün təşkil edilməsi, yəni bərabərsizliyin pozulmasıdır. Əsasən gender problemi harda görür? Onların tədarük formalarını sizə qeyd edeyim. Birinci növbədə qeyd edək ki, təhsil bərabərsizliyi var. Yəni, ilk öncə təhsil bərabərsizliyi Şəriyə xanım dediyi kimi, uşaqların tərbiyəsindən başlayaraq gender bərabərsizliyi elə özünü göstərməyə başlayır. Məsələn, bağçada uşaqların yer öldürülməsi, ya qızdırılması, uyğun olaraq alətlərdən istifadəsi, yəni oğlanlar maşın sürməlidir, qızlar ev işini görməlidir, müəyyən işlərdə geyim formalarının dəyişməsidir, adlarının qoyulmasıdır. Bütün bunlar demək olar ki, gender əsaslı problemlərə daxildir. Bundan əlavə təhsil də olar bilər ki, ailədə oğlan da böyüyür, qız da böyüyür, amma onların peşə seçimi baxımından seçimləri müxtəlif olmalıdır. Qızlar mütləq özlərinə uyğun məktəbləri, kollecləri seçməlidirlər, oğlanlar da özlərinə uyğunu seçməlidir. Yəni, bu da bir gender probleminə səbəb olur, gətirib çıxardır. Ailə daxili münaqişələrin yaranması, ailə daxili münaqişələrdə hansı problemlər var? Birinci növbədə ailənin iqtisadi durumu, eyni zamanda ailədə kişi ilə qadının öz işinin olması, kişilər qazanç gətirməlidir, qadınlar deyil də qadın işini görməlidirlər. Bu stereotiplər deməli gender probleminin sosial tərəfdən yanaşmasıdır ki, belə problemlər bütün ailələrdə var. Deməli, ikincisi, əsasən bunlar əmək bazarında da təzahür edir. Əmək bazarında bu nə deməkdir? Məsələn, gender əsaslı problemlərdən biri əmək haqqlarının verilməsidir. Müəyyən mənada qadınlar az əmək haqqı ilə təmin oluna bilir, kişilər çox əmək haqqı ilə və yaxud da bağlı proseslərin çoxunda qadına üstünlük verilir, kişiyə üstünlük verilmir. Bax, bu əmək haqqının alınmasında da müəyyən problemlər ortaya çıxır. Eləcə də qadınların vəzifəyə seçilməsi. Baxırsan ki, vəzifəyə seçilən qadınlar lider qadınlardır. Düzdür, onlarda bu problemin olması kişilərə nisbətən seçimdə qadınlara azlıq təşkil edir. Məsələn, rəhbər işləməyə çox qadın seçmirlər. Elə həmişə kişi xeylaqlarını, yəni kişilər seçirlər. Bax, bunun özü də gender problemini törədir. Bundan əlavə həyatı məsələlərinə bağlı olan stereotiplər var. Məsələn, gender stereotipləri. Kişilər güclü olmalıdır, qadınlar zəif cinsə mənsubdur, onlar müəyyən işlərə cəlb oluna bilməz. Məsələn, hərbi qanunlar var, müəyyən qanunlar var. Qanunların çoxu demək olar ki, həm kişi, həm qadına aiddir. Məsələn, bizim özümüzün daxili qanunlarımız var. O qanunlarımızda qızlar da müəyyən işlər görə bilər, kişilər də müəyyən işlər görür. Amma bu bərabərsizlik harada özünü göstərir? Hərbliyə qəbul olmada, məsələn, hərbi işlərin icrasında qadınlar da azlıq təşkil edir, çox azdır. Üstəgəl müəyyən peşələrin seçimində. Məsələn, qadın ev üstü vura bilməz, düzdürmü? Qadın bu işə gedə bilməz, zərif insan mənsubdur. Bu arada olan münasibətlərin deməli, sosial münasibətlərin pozulmasıdır. Və yaxud da görsən ki, qadın da avtomobil idarə edənlər var, amma sahələrdə bundan qabaq yadımızda sosial cəmiyyətində Tərlan Musayeva var idi, Sevil Qazıyeva var idi, pambıq yığan maşınlarla işləyirdilər.
Az da olsa elə bir ki, o dövrün qalmış nümunələrindəndir. Yəni qadınlarla kişilər arasındakı o fərqin götürülməsində hökumət də belə bir qanunlar toplayırdılar. Yəni qadınlarımız var. Məsələn, idman oyunlarında nə qədər qadınlarımız irəliyə gedir. Və hətta güləş üzrə də gedirlər. Müəyyən idman oyunlarında üstünlük təşkil edə bilirlər. Amma az, fərqlidir. Baxırsan ki, burada ən çox yenə də kişilər üstünlüyə təşkil edir. Bir sözlə, qadınla kişilərin arasındakı hüquqi baxımdan bərabərsizlik olursa, bu gedir bərabərsizliyindən. Yaxşı, bizdə, yəni sizin bölgədə, bizim bölgəmizdə, biz onları insanlar arasında müəyyən testlərini keçirmişik. Deyə bilərsinizmi, burada ən çox hansı bərabərsizlik özünü göstərir? Siyasi bərabərsizlik də bura daxil olaraq təsir, bərabərsizliyi daxil olaraq. Yəni sizin bizə görə, yəni biz görə bilmədiyimiz hansı bərabərsizlikləri daha çox elə bir ki, müşahidə edirsiniz, üstünlük verirsiniz. Belə varmı? Məsələn, burada siz məişət zorakılığından danışa bilərsiniz. Erkən nikahdan peşə təhsilində deyil, qızları qoymuyorlar məktəbə getməyə. Amma qızları o iqtisadi zəifliyə görə, ailənin durumuna görə götürürlər. Tez götürdürlər ki, qoy mənim biraz ehtiyacım ödənsin. Çox sağ olun, təşəkkür edirəm. Deməli, bizim əsas məqsədimiz bərabər hüquqların bərabər imkanlara çevrilməsidir. Yəni, qanunlarımız var. Sadəcə olaraq o qanunlarımızın işlək mexanizmi olmalıdır. Yəni, o işlək mexanizminin olması da bizim hər birimizdən asılıdır. Cəmiyyət olaraq hər birimizdən asılıdır. Mən indi çox istəyərdim ki, burada hər kəs öz sözünü desin. Yəni, bu mövzu ilə bağlı, ümumiyyətlə təlimlə, tədbirlə bağlı öz sözünüzü deyin. Bölgəniz haqqında məlumatları bizə çatdırın. Aydın mənim burada olur. Bir şey deyə bilərəm. Danışmırsa sərbəst dayanılmasına. Bəli, buyurun. Yaxınlarda 2025-ci ildə bir xanım rastıma çıxdı. 2 qızı, bir oğlu vardı. Oğlu balacaydı. Soruşdum ki, qızların birindən oxuyursunuz, dərsləriniz necədir? Bir qız dedi ki, mən peşəyə gedəcəm. Biri də dedi ki, mən oxuyub ali təhsil alacağım. Anası qızı vurdu əlin üstündən vurdu ki, o sözü bir də demə. Mən neyirəm sənin oxumağını, oğlumu oxudacağım. O mənim çox pisimə gəlmişdi, həqiqətən. Dedim, niyə oğlunu oxutmağa bu qədər üstünlük verirsən? Deyim, neyirəm qızı, qızı sərbirinin nojağına gedəcək, orada ac qalası deyil. Dedim, şərt o deyil, amma qızını da oxutdura bilərsən. Bizim anamız da bizimizi oxuduq, ali təhsil verir. Yəni, bu şərtdirmi ki, mən o sözü, o xanımın dediyinə cavab tapa bilmədim ki, belə bir dənə sual verdim ki, niyə qız yox, oğlan? Dedi, qız gedəcək, sərbirinin nojağında yüksəliyə tapıb yiyəcək. Amma oğul kimsə gətirəcək olacaq. Və mən ona söz tapıb deyə bildim. İndi burada bax, bu hadisədən çıxış yolu nədə görürsən? Neyləmək lazımdır? Məncə, o xanımlara da, valideynləri belə, bəli, maarifləndirmək lazımdır ki, o da sənin övladındır, bu da sənin övladındır. Niyə? Mənim anam da məni oxutmasın ki, qız təhsil alır. Demək ki, biz valideyn-övlad münasibətləri ilə bağlı geniş təbliğat aparmalıyıq. Valideyn-övlad münasibətləri ilə bağlı. Deməli, çıxış yolu burada mən onu görürəm ki, biz valideynlərimizlə əməlli başlı söhbət aparmalıyıq, dərin iş aparmalıyıq. Onlar başa düşdürlər ki, bu qız, bu oğul fərqi yoxdur, hər ikisi övladındır. Yox, deyir ki, oğul oxusun, amma oğul haqdır ki, fəhləli ilə pul qazana bilər, amma qıza daha çox ehtiyaclar. Biz Astarada bir təlimdə oldu, özü də bilirsiniz də, cənubda biraz çətindir. Onlar dedilər ki, bir nəfər vardı, deyir ki, müəllimə, qıza lazımdır ki, oğul gedib fəhləlik də eləyə bilər, amma mən belə görürəm ki, qızlara lazımdır diplom.
Ona göre de biz çalışmalıyıq ki, qızlarımız həqiqətən də təhsil alsınlar. Ola bilər ki, lap gedib işləməsin, amma işləməsə də biz onu kənarda elə bilirik ki, heç bir iş görmür. Amma o ailədə uşağına nəyisə öyrədə biləcək. Bugün valideynlər cavab verə bilmirlər. İndi biz ama savadlı aile olsa, savadlı kız olsa, yani işlemese de evde ailede uşağına ders verecek, uşağına kömək edecek. Yani bak bu Bir şey de deyim ki, mesela o sözü deyən xanımın, yəni uşağın atası hərif tanımırdı, 39 mu 40 mu yaşı var idi uşağın atasının, o hərif tanımırdı. Deyir ki, o oxuyanlar ne inirdi ki? Mal söz dedi oxuyublar insan. Dedim, söhbət ondan getmir, amma azdan çoxdan Bərdədə hörmətimiz var, o bizə bəs eləyər. Bəli. Rövşən müəllim. Buyurun. Bərdə Adınızı deyin. Dedim. Rövşən müəllim. Bərdə İdarə Etmə və Texnologiya Kollecinin müəllimi. Mən elə başa düşürəm ki, mən sizin tədbiri çox alqışlayıram. Yaxdan diqqətlə fikir verirəm. Çox vacibdir. Ən vacib tədbirlərdən biri, yəni axtaraq məsələdir. Axtaraq mövzudur. Ona görə ki, bu günləri, bu maarifləndirməni aparılmalı gələcəkdən fikir verirsiniz dünyada cəmiyyətdə. Ümumiyyətlə, baş vermiş hadisələrin çoxu ailə münaqişəsi zəminində. Elə eşitmişdən ki, ailədə baş verdiyi qadın keçmişlər. Zorlaşdırıqlar çox. Yəni, maarifləndirmənin belə formada mütəməllik olaraq, yəni mərhələ davam etdirilməsi, mən həqiqətən çox alqışlayıram. Çox vacib məsələ. Yəni, gələcəkdə həqiqi mənada o yolların həlli istiqamətində görünən kişilərin İslamlığına böyük şərait yaradır. Yəni, bunların hamısı vacib xüsusiyyətlər. Bizə elə-belə gəlməsin. Yəni, yadınıza düşünün, Cəfər Cabbarlının Almaz piyesi. Almaz xanım kəndə bir qadın kişi də göndərərdilər də. Yəni, Almaz xanımı bir qadın kimi öldəki elə bir kollektivləşmə dövründə. Bu kollektivləşmə dövründə eyni yaşda olan, yəni belə fizioloji cəhətdən deyil, yaşda bir. Yəni orada uşaq da var idi, böyük də var idi. Onların hamısını yəni yığıb bir ortaqda onlara dərs keçmək, onları maarifləndirmək, onlara adıca bir hərfi belə öyrətmək. Yəni çətin bir zamandan başladı. Bunun haqqında bilmirəm, elə bir film də çəkilmişdi. Buna oxşar. Yəni söhbət bundan gedir, tək Cəfər Cabbarlının almağı yox. O dediyiniz həmən hüquqlar çox dərinə gedib Məhəmməd Füzulinin elə yəni çox dərinliklərə getsək Nizami Gəncəvidən, yəni bütün bunların hamısının kökü var. Maarifləndirə, orta məktəbdən gəlmiş, amma bu məsələləri bir ayrıca bir mövzu kimi, aktual mövzu kimi qoyub bu barədə müzakirələr aparır. Qabaqlar var idi, efirə də çıxarırlar. Sual, cavab. Həqiqətən çox gözəl mövzudur. Mən şəxsən belə təsadüfən gəldim. Bu mövzuyla bağlı tədbir iştirakçılarından biri kimi olmalı. Mənim özümə də təsdir edim. Çox gözəl mövzudur. Belə sizin gözəl məntiqli çıxışınız, müzakirə etməyiniz bir çoxlarını düşündürür. Hər kəsin qəlbində bir fikir var, demək istəyir. Yəni bir çox fikirlər var. Yəni əlaqələndirmək də olar, demək də olar. Çıxış vacib deyil. Yəni həqiqi mənada mən birdən öz fikrimdə fokuslanıram ki, necə olur bu hadisələrin çoxu elə hadisələr ki, elə zorakı hadisələr, onlar efirə də çıxarılmamalıdır, amma çıxarılır. Hətta görürsən ki, sosial şəbəkələrdə verilməməlidir, o dərəcədə verilir. Mən şəxsən Azərbaycan mental dəyərlərinin bu şəkildə onların müzakirə olunmasına da heç tərəfdar deyiləm. Lakin elə mövzular var ki, baxırsan ki, əksəriyyəti elə ailə münaqişəsi təminindədir. Və burada vaxtı ilə ki, belə maarifləndirmə aparılmayıb ki, onların kökü oradan başlayıb da. Rövşən müəllim, sözünüzə qüvvət, yəni o ailə sirrini yaymaq olmaz. Məişət müvəkkilliyi ilə bağlı qanunda konfidensiallıq var, yəni ailə sirrinin qorunması var. Biz sadəcə olaraq o qanuna əməl eləmirik. İndi mənim nəyə acığım tuturdu ki, ziyalısan, məişət zorakılığı ilə bağlı qanundan xəbərim var. 2010-cu ildə qəbul olunubdur. Hələ ekspertlər çıxır orada, hələ dəstək verir orada. Bu demək deyil ki, senzora götürüldü demək biz istədiyimizi etməliyik danışmalıyıq. O sosial şəbəkələrdə də açıq meydan verilibdir. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, hər kəs öz sözünü desin. Buyurun. Buyurun müəllim, buyurun. Nə ürəyinizdən keçib deyin.
Hamınızı salamlayıram. Sizə də təşəkkür edirəm ki, belə bir möhtəşəm tədbiri təşkil edəsiniz. Dövlət qanunlarında gender bərabərliyi öz yehdini tapıb. Bütün konstitusiyada, qanunlarda falan da. Amma kişi-qadın münasibətlərində bu bərabərliyi kişi öz davranışında, qadın öz davranışında nümayiş etdirməlidir. Yəni, kişi uşaq olarkən anasına, bacısına necə münasibət bəsləyibdirsə, üzr istəyəm, ailə qurandan sonra xanımına ondan artıq münasibət bəsləməli. Çünki bundan ömrün axına qədər birdə olacaq. Və qadın da uşaq olarkən öz atasına, qardaşına necə münasibət bəsləyibsə, ailə qurandan sonra ömürgün yoldaşına və gələcək övladına da o münasibətləri bəsləməlidir. Yəni, bunların hər ikisi, hər iki şəxsin, hər iki cinsi həyata baxışından və yanaşma tərzindən keçən proseslərdir. Kim həyata necə baxırsa, o cürdə yanaşır. Bu da müəyyən vaxtlarda, müəyyən formalarda gətirib, müəyyən münaqişələrə gətirib çıxardır. Çünki hərəsinin yanaşma tərzi müxtəlif olanda, elə olur ki, bəzində o yanaşma fərdiləşmə xarakteri daşıyır. Bu fərdiləşmə də təbii ki, ictimaiyyətdə, cəmiyyətdə ayrılmaq bir prosesini gətirir ortaya qoyur. Bax, o ictimai düşüncəyə, ictimai yanaşmaya, o mənəviyyatın zənginliyindən istifadə edib, bu ictimai düşüncə ilə formalaşmaq lazım. Mən üzr istəyirəm, müəllim olduğum üçün deyirəm, əgər müəllim, istər qadın, istər kişi, sinifdə şagirdə ədəb ərkan öyrədib və çıxıb dəhlizdə ya məktəbin həyatında başqa bir müəllimlə münaqişə yaradırsa, mən onun gəzdirdiyi diploma şübhə ilə yanaşıram. Şəxsən mən əhliman müəllim ona şübhə ilə yanaşıram. Olmaz. Yəni, insan müəllimlərlə geri götürəm. Sinifdə necə hərəkət edirsə, hansı etik normalara, qaydalara əməl edirsə, dəhlizdə də, məktəbin həyatında da, evdə, obada da, cəmiyyətdə də o etiqanı həmişə gözləməlidir ki, ondan sonra gələn nəslər ondan nümunə götürür. Bax, bu bərabərliyi gərək insan özünün və yaxud həyata yanaşma, həyata baxışı və yanaşma tərzində qoruyub saxlasın. Azərbaycanın milli dəyərləri var. Xalqən inkişaf eləmiş, hər dövrün özünün tələbinə uyğun inkişaf eləmiş milli dəyərlərimiz var. Bu milli dəyərləri bugün biz qoruyubsa, nəsildən nəsilə ötürülüb gəlib, biz də bugünkü növbəti nəsillər onu qoruyub, saxlayıb ötürməliyik. Bax, onda gender bərabərliyi möhtəşəm bir zirvədə məskunlaşacaqdır. Diqqətinizə görə sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Buyurun, buyurun, hər biriniz öz sözünüzü deyin. Mən gözləyirəm burada, siz də sözlərinizi deyəsiniz, Nərgiz xanım. Orada gör danışmaq istəyən var. Orada gör danışmaq istəyən var. Sonra keçməyə... Mən şəhər daxili Unkri avtobusa minəndə cavan gəlin dolu, qız uşağı dolu. Durub ki, əmi, gəl otur. Allaha and olsun, özünü tərif kimi demirəm. Mən oturmamışam. Qızım, nəvəm, Azərbaycan xanımı, Azərbaycan xanımın balası ayağı üstə durar. Mən oturam, onu eləməmişəm, eləməyəcəm. Allah Teala xanımları bizə əmanət verib də. Bunu Peyğəmbərimiz də deyir. Bu əmanəti qoruyub saxlamaq biz kişilərin mənəvi borcudur. Çox sağ olun. Siz elə bir nümunəsiz. Sağ olun. Buyurun. Mən də bütün tədbir iştirakçılarını salamlayıram və Sərgiyə xanım sizə də, ekspertimizə də rayonumuza xoş gəlmişsiniz deyirəm. Həqiqətən tədbir mövzu çox gözəl mövzudur, zamanına uyğun mövzudur. Bugün müəyyən ailə münaqişələri,
boşanmaların sayı hədsiz çoxalıbdır. Buna görə də bu cür tədbirlərin keçirilməsi həqiqətən zəruridir. Mən bir fikir demək istəyirəm ki, doğrudan da gender bərabərliyi deyəndə qanunlarımızda da çox gözəl qanunlarımız var. Qadın kişi hüquqları bərabərdir. O baxır harda, peşə seçimində, müəyyən məqamlarda doğrudan da hüquqlarımız bərabərdir. Ancaq hüquq bərabərliyi o demək deyil ki, bu azadlıq, bu gender bərabərliyi hardasa anarxiya aparıb çıxartsın. Nə qədər gender bərabərliyimiz olsa da milli mənəvi dəyərlərimiz də var. Ailədə qadının kişiyə, kişinin qadına hörməti olmalıdır. Bir-birini, necə deyim, ailədə övlad da görməlidir ki, ata içəri girəndə ana ona necə hörmətlə yanaşdı, o evdə ata da sayılmalıdır. Əgər qadın bir fikir deyirsə ki, mən azadam, bildiyimi eləyəcəm, onu mən azadlıq hesab eləmirəm. Bunun sonu boşanmalara aparıb çıxardır. İndi bugün görürsünüz, Azərbaycanda evlənənlərin sayından çox boşananların sayı çoxalıbdır. Bunun səbəbi nədir? Bayaq düzgün fikir formalaşdırdınız ki, uşaqlıq dövründən gənclərimiz formalaşmalıdır. Bu da uşaq bağçalarından, ailədən, məktəblərdən də çox şey asılıdır. Məktəbdə kimsə deyirsə ki, mənim hüququmdur. Bəli, hüququ olduğu kimi vəzifən də var. Bəs vəzifən nədir? Ona görə də deyirəm, qadın da, qızlarımız da hüquqlarını bildikləri kimi vəzifələrini də bilməlidirlər. Bir Azərbaycan xanımı olaraq mənim vəzifəm nədir? Yaxşı gələcək nəsil yetişdirmək, ailədə Şeyx Şamildən soruşurlar ki, sən bu qədər hörməti harada qazandın? Deyir, birinci evimdə, sonra avulda, sonra bütün Dağıstanda. Bəli, yəni mən qadın azadlığını dediyim kimi tam sərbəstliyə aparıb çıxartmağının tərəfdarı deyiləm. Milli mənəvi dəyərlərimiz də qorunmalıdır. Milli mənəvi dəyərlərimiz qorunacaqsa, gələcəyimiz mükəmməl olacaq. Gələcəyimizi, necə deyim, qoruyub saxlamış olacaq. Ancaq indiki müəyyən həyata baxışlar davam eləyərsə, inkişaf eləyərsə, gələcəyimizdən bir ana olaraq mən həqiqətən narahatam. Çox gözəl ki, televiziyada o verişlər bağlandı. Yəni, elə ailə sirri var ki, ailə yumruq kimi olmalıdır. O sir evdən çölə çıxmamalıdır. O ailə daxilində həll olmalıdır. Heç onu ən əziz adamın anandır. Anana belə demə. Çalış onu evində özün sakitçiliklə həll elə. Bunu ictimaiyyət qarşısında televiziyadan müzakirə çıxardığında hər ailənin, hər gəncin baxışı bir cürdür. Elə gənc var görürsən, deyir, o da elə elədi, mən də belə eləyəcəm. Ona görə də mən onları düzgün hesab eləmirəm. Yəni, çox sağ olun bu tədbiri bizim rayonumuza saldığınız üçün. Amma çox istəyərdim ki, yay tətili olmasaydı, elə tədbirlər məktəbimizdə yuxarı sinif şagirdləri ilə keçirilsə, çox gözəl olardı. Mən həmişə qadınlarımızın, qızlarımızın təhsil almağının tərəfdarıyam. Təhsilli tamam bambaşqa şeydir. Peyğəmbərimiz də həmişə qızlarımıza öndə tutub, ilk elə qadına azadlığı da verən İslam dinimiz olubdur. Necə deyim, Allah bütün ailələrimizin bütövlüyünü qorusun. Sizlər də çox sağ olun. 8 yaşa qədər uşaqların valideynləri ilə iş aparırdı. Özü çox gözəl layihə idi. Yəni onun davamı olsa çox gözəl olardı. Yəni uşaq kiçik yaşlarından daha yaxşı qavrayır. Nəinki böyüyəndən sonra. Bir var uşaq 4 yaşında, 5 yaşında o nəsə bir o tərbiyə ilə məşğul olasan. Bir də var ki, artıq elə bir ki 15 yaşında, 10 yaşında, artıq 10 yaşında gecdir. Baxırsan ki, bir müzakirədə və mövzu ətrafında çıxışlar görürsən ki, müəyyən diskussiyalara səbəb olur da, hökm deyil ki, kimsə çıxış eləyər. Yəni, müəyyən bir fikir də söyləmək olar. Fikirlərinizi deyim, bəlkə də sizin elə bir fikriniz var ki, onu mən bilmirəm. Çox xahiş edirəm, hər kəs öz fikrini bildirsin. Çox yaxşı ifadə edir. Nərgiz xanım, siz də fikrinizi bildirin. Mən də salamlayıram hər kəsi, sizi də salamlayıram. Bu gözəl mövzuya görə təşəkkür edirəm. Qeyri-hökumət təşkilatlarına dəstəyə görə də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, dəstəyə agentliyinə doğrudan da hamımız minnətdar olmalıyıq ki, bu şəraiti yaradırlar. Yəni, qeyri-hökumət təşkilatları müxtəlif mövzularda layihələr irəli sürürlər və əhali arasında da təbliğat aparırlar. Bugünkü mövzuda geniş mövzudur. Yəni, bununla əlaqəli biz də çox şeylərin şahidi olmuşuq. İşdə, evdə, şəhərdə, hər yerdə. Yəni, mən bir nümunə kimi
deyə bilərəm ki, bizim yəni iş yerimizin yanında bir ailə yaşayır. Onların elə bir uşağı balaca vaxtından biz onun böyüməyinin şahidi olmuşuq. Yəni burada əməkdaşlar da var. O ailədən, ailə o qədər belə üzr istəyirəm də normal olmadı. O uşağın yanında yəni ya ata ya ana nə hansısa bir mövzunu, bir sözü işlədəndə elə sanki uşaq övlad yaddan çıxır. Amma fikirləşmir ki, o uşaq nətər bir toxumu səpirik, ona qulluq eləyirik, o yaxşı böyüyür də, gözəl böyüyür, yarpaqlayır, yaşıllaşır. Amma ona yaxşı qulluq eləməyəndə çürük olur. Övlad da bunun kimidir. Yəni ata-anadan baxır, onun dediyi sözü götürür, əməli götürür. İndi həmin uşaq böyüyüb, onun bir demək olar ki, 18 yaşında bir oğlandı. Bu yaxınlarda elə böyük münaqişələr oldu ki, onların ailədə. Hətta ana özü polisi çağırdı. Yəni biz oradayıq, dedim, mən neyiniyim, mən bacarmıram övladımdan. Mən polisi çağırdı ana ki, tutur aparsın və həbs eləsin. O da deyir, 18 yaşına çatmayıb, bu cinayət işlətməyibdir, bu ailə münaqişəsidir. Yəni mən ancaq sizə məsləhət verə bilərəm. Yəni bu övlad da böyüyüb, artıq deyir ki, mənim öz hüququm var da. Elə olur ki, övlad özü polisə zəng verir ki, anam mənə belə deyir, yəni razılaşmır da, övlad ana ilə. Artıq orada bərabərsizlik, uşaq anadan olandan bu ailədə bərabərsizlik olur. Uşaq da bu mühitdə, bu tərbiyədə böyüyür. Gecdir. Nə qədər məsləhət də versək, deyirik, oğlan başını salır aşağı, o məsələdən dəfələrini deyirəm, sonra yenə səhər baxırıq həmin şeydir. Bu bərabərsizliyin təməli o ailədə qurulubdur, qoyulubdur. Qarşısını. Polis də deyir ki, biz gözləyək 18 yaşına çatsın, 18 yaşına çatandan sonra nəsə buna bir zərb deyə bilər də. Yəni, bax, bu bərabərsizlikləri ailədən gəlir. Burada hamı eyni fikirdəyik ki, ailədən gəlir. Ailə daxili münaqişə. Ailə daxili ki, yəni valideynlər də bir-birinə münaqişə edəndə, neyəndə ən birinci övladı gözünün önünə gətirməlidir ki, heç olmuyor, o hissi boğmalıdır ki, burada artıq uşaq böyüyür, övlad böyüyür, onun gələcək tərbiyəsi üçün biz heç olmuyor, öz hisslərimizi bulunmalıyıq. Yenə də sizə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Deməli, bu fikrin kökündə bir məsələ var ki, istər orta məktəblərdə, istər kolleclər. Siz də daxil olmuşsunuz. Bəli, bu orta ixtisas məktəblərində fərqi yoxdur. Amma ixtisas yaş fiziologiyasına uyğun şəkildə auditoriya seçilir də, hər auditoriyada eyni söhbət etmək olur, baxı yaşa görə. Yəni, mən ümumiyyətlə, valideynlərlə birdən görüş keçirəndə siz belə yaxşı vurğuladınız ki, valideynlərə o yaş səviyyəsinin fiziologiyasına uyğun şəkildə, təbii ki, orta məktəbdə də elə uşaqlarla davrananda, təbii ki, onun pedaqoji cəhətdən ustalıqla davranmır tək. Onu fərdi şəkildə, bunları psixoloji, həm də ki, fizioloji cəhətdən yanaşırıq. Hər birinə fərdi şəkildə. Bəlkə birinin valideyni yoxdur, bəlkə birinin valideyni tutulub bilsərdə həbsdədir, bəlkə birinin valideyni elə döyüşdə. Bunların hamısını həssas qorxu biləndən sonra o formata davranırıq. Müəllim ustalığı odur. Mən bizə kəlməni demək istəyirəm ki, vurğulamaq istəyirəm ki, belə bir tərbiyə metodundan ki, gəlib bu mərhələlərdə belə o çətinliklərə, həmən məsələlərə ki, fokuslanır, odur ki, ortada bir vacib məsələ var ki, övladlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin, xoşbəxt olsunlar deyə tərbiyə edin. Çox çətin bir məsələdir, çox çətin bir tendensiyadır. Bir ailədə xoşbəxt uşaqlarından bir ali məktəbdə xaricdə təhsil alır, onunla fəxr edirik. O biri burada reytingdə olur, həqiqətən karyerası yüksək, amma bir qardaş narkomaniya qoşulur. Ümumiyyətlə, bütün ailənin, bütün nəslin, bütün tendensiyasını pozdur, ajotaj yaranır. Yəni ki, bir nəfərlə bütün balans pozulur. Yəni, odur ki, o tərbiyə metodlarını o yığıncaqlarda da qeyd etmək lazımdır. Mən elə başa düşürəm ki, hər bir valideynlə iş alırmaq. Valideynlər var ki, bu günləri övladını bir məktəbə gedəndə görür. Yaxud da ki, o Qarabağ cəbhəsi var da, yəni Allah çox şükür, torpaqların işğaldan azad olmandan sonra cəbhələr açılmışdır. Valideynlər çox orada çalışmaqdadır. Övladlarını görmüş ki, ondan məşğul olurlar. Müəllimlər də üzərində çox çətin məsələlər düşür ki, o məsələyə bir xeyli yer ayırmalıdır. O demək deyil, yəni dəstək olmalıyıq. Bu məsələlər çox çətin bir vəziyyət yaradır. Yəni bütün bunların hər birində ananın boynuna və yaxud dediyiniz kimi böyük bir yük düşür. Mən analara xüsusilə sizin o məsələyə görə, o fikirlərə görə burada xanımlarımız çoxdur. Onlara mən can sağlığı arzu edirəm ki, o
onların məsuliyyəti daha yüksəkdir. O bir kəlməni bir də vurgulayıram ki, yer yiyələndə, tərbiyə edəndə, onların mən yaxınlarda Göyçayda olanda, Ağdaşda bir qrupları, orada mən direktor yaxınımdır, qəsdən bir fürsət tapıb bir qruplara girəndə soruşdum. Öz həvəsinlə, yəni 25 uşaqdır, öz həvəsinizlənmi gəlib bu pambıqçılıqda? İnanın ki, biri də xeyr. Təsadüfən gəlib oturublar. Hələ seçimi ayrı edəcəklər. Çox çətin məsələlər var. Yəni ki, bütün bunları maarifləndirməyin. Çox sağ olun, mənim. Doğrudan da maariflənməyə ehtiyac çoxdur. Çalışmalıyıq ki, hər birimiz, məsəl ki, burada müəllimlər var, 2 nömrələrdən, 6 nömrələrdən, çox xahiş edirəm, uşaqlarınızla, yəni o yuxarı sinif uşaqları ilə söhbət aparın. Təkcə yuxarı sinif yox, o genderi, lap o uşaqlıqdan tədris eləmək lazımdır, uşaqlara başa salmaq lazımdır. Bugün elə bir ki, yəni qabaq fərq yox idi, amma indi baxırıq ki, sinifə gelirsən, eləsi var, hamısı oğlanlardır. Bu da nəyin nəticəsidir? Bax, o bərabərsizliyin nəticəsidir. Oğlan istəyirlər, ona görə də qız uşaqlarını məhv edirlər, oğlanları saxlayırlar. Yəni, bax, belə şeyləri siz valideynlərinizlə, o valideyn iclasında heç olmasa bax, bu mövzularla bağlı söhbətlər aparın. Çünki bu, belə olmazsa bizim üçün çətin olar. Biz təkcə, məsəl üçün, biz gəldik, nəsə söhbət elədik, yox. Siz özünüz də öz ətrafınızda, yəni bir cəmiyyətin bir nümayəndəsi olaraq siz də ətrafınıza, qohumlarınıza deyə bilərsiniz. Bizim bir tədbir var idi. Deməli, o tədbirdə bir xanım var idi. Bu, erkən nikahın o sağlamlığa təsiri ilə bağlı bir həkimimiz söhbət elədi. O söhbətdən sonra o xanım dedi ki, mən nə qədər dedi, səhv eləmişəm. Mənim qızımı deyir, mən özüm vermişəm. Özü də kitabxanada işləyirdi, savadlıydı xanım özü. Amma deyir, bilməmişəm də, nə olsun deyir, savadım var, amma bilməmişəm ki, yəni bunun zərəri var. Mən qızıma vermişəm, yaxşı bir ailədir, yoldaşı, nə bilim, evi, eşiyi, 2 dənə doğu var, amma qızım buradan aşağı işləmir, kalyaskada gəzir. Yəni, bax, belə şeyləri biləndən sonra valideynlər çəkinirlər. İnanın ki, özü maarifləndirmənin köməyi çoxdur. Bir dəfə də biz bir qapıda getdik, erkən nikahla bağlı söhbət elədik. Nəyə görə o qapıya getmişdik? O qapıda olan qızı nişanlamışdılar, qız da orta məktəbdə oxuyurdu. Bunu da eşitmişdik. İnanın ki, o valideyn tədbirdən sonra dedi ki, mən qızımı oxudacağım. O nişanı da qaytardı, qız institut qutardı. Yəni, bax, belə, yəni təbliğatımızı biz aparmalıyıq. Aparaq ki, cəmiyyətimiz sağlam olsun. Sağlam cəmiyyət olanda hər birimiz rahat oluruq. Amma cəmiyyətdə kimsə narahat olanda, bax, kiminsə ailəsində münaqişə var, ya ailədə narkoman var, ya nəsə. Görürsünüz, ona elib ki, hamı narahat olur. Qonşu da narahat olur, qohum da narahat olur. Gəlin, bax, bir-birimizi düşünək biz. Birinci, ailədən başlayaq və oradan da keçək qohumlara. Yəni, ailə arasında, sonra qohumlar arasında bütün münaqişələrə yox deyək, sağlam cəmiyyət quraq. Yəni, bizim də əsas məqsədimiz bir təşkilat olaraq, bir vətəndaş cəmiyyəti olaraq, bizim də əsas fikrimiz, o məqsədimiz odur ki, biz sağlam cəmiyyətdə yaşayaq. Yəni, sağlam cəmiyyətdə. Buyurun. Etibar xanım çox yaxşı bir məsələyə olunur ki, orada məktəblərdə maarifləndirmə aparsın bu sahədə və onun davamı olaraq mən deyərəm ki, bilmirəm, indi sizin o səlahiyyət varmı nazirlik qarşısında məsələ kimi qoyasınız ki, orta məktəbdə ədəbiyyat dərsliklərini, xüsusən 8, 9, 10, 11-ci siniflərdə ədəbiyyat dərsliklərinə bu mövzuda mətnlər salınar, hekayələr salınar. Ki, o uşaq o mətni oxuduqca, onun gəlməkdə təbii ki, orada olar ki, etik normalar, əxlaq qaydalar. Yəni, o mətndə, o hekayədə bu tamamilə əksini tapsın ki, uşaq oradan o ideyanı götürsün, özündə formalaşma aparsın. Cəmiyyətdə ən yaxşı formalaşma vətəndaşın öz-özünü formalaşdırması.
Düzdür, maarifləndirmənin təsiri var, amma ən yaxşı formalaşma vətəndaşın öz-özünü formalaşdırmasıdır. Biz Sovet dövründə oxuduğumuz əsərlərlə formalaşmışıq. Onun müsbət qəhrəmanı ilə formalaşmışıq. Bax, bunu mümkündürsə, yəni o nazirlik qarşısına məsələ qoymaq mümkündürsə, ədəbiyyat dərslərinə baxan mətnlər salınsa gözəl olar. Müəllim, biz həmin o erkən uşaqlıq dövründə inkişafla bağlı layihədə biz valideynlərə deyirdik ki, uşaqlarınıza kitab oxuyun. Layla deyil, o layla çalanda da siz əlinizdə kitab olsun. Bəli, çox gözəl. Nağıl danışanda da əlinizdə kitab olsun, o onsuz da uşaq elə bilir ki, sən bilirsən, heç nə bilmirsən. Hərfi də tanımırsan, amma əlinə kitabı al, o uşaq görsün ki, sən kitabdan oxuyursan onu, laylanı da kitabdan oxuyursan, onda uşaqda kitaba qarşı maraq olacaq. Bugün mütaliə yoxdur. Əvvəllər Sovetin vaxtında deyirsiniz, roman, povest, onda elə çox yox idi, amma elə bir ki, əllərdə fırlanırdı. Kitaba baxırdım, kitab tamam elə bir ki, üzülmüşdü. Çünki hamı oxuyurdu onu. Azdı, amma hamı oxuyurdu. Mütaliə edirdi, ondan özü üçün nəsə bir şey kəşf edirdi. Bir şey deyim ki, mən universitetə hazırlaşırdım. İnanın ki, Tərlan Musayeva haqqında yazırdılar o vaxtı. Elə xoşum gəlirdi, deyirdim ki, mexanizator olacağım. Yəni təbliğatdan çox şey yazılır. Amma bugün o təbliğatımız yoxdur. Ona görə də uşaqlarımızla istiqamətləndirə bilmirik. Yəni biz istiqamətləndirə bilmirik. Özləri də onlara lazımdır ki, bir çıxış yolu üçün onlara nəsə bir istiqamətləndirici bir şey verəsək. Uşaq görsə ki, hansısa bir, məsəl üçün, ya mexanizator və yaxud da kimsə, bax, onu qiymətləndirirlər, orada uşaqda həvəs yaranacaq. Yoxsa bugün uşaqlar özü də qalıb elə. Valideyn deyir ki, sən ya polis olmalısan, tutaq ki, hüquqşünas olmalısan, ya müəllim olmalısan. O da deyir ki, hə. Tərtərdə bizim bir özdə icrada işləyirdi, xanım vardı. Dedi ki, mən müəllim oxumuşam, deyir, valideynlərimə dedi ki, ona lazım deyir. Mən müəllim işləməyəcəm. Deyir, oxudum, çıxardım, gələndən sonra diplomu verdim, dedim, bu diplom sizinkidir, mənim deyil. Mən müəllim işləməyəcəm. Yəni, bu vacibdir ki, bu həvəsi olmayan uşağı sən bu istiqamətə yönəldəsən. Bax, belə şeylərin ələ verməyək. Yəni, cəmaatla təbliğat aparın ki, yəni, buyurun uşağınız xoşbəxt olsun. Bir var, həvəslə işləsin. Bir var ki, həvəssiz geçsin olsun orada, uşağın qarşısında. Yəni, bax, belə şeylər var, yəni, çox şeylər var. Mənim o qədər şeylər var ki, adam istəyir ki, cəmiyyətdə bir 5-3 nəfərlə oturanda görsən, hamı mənəvi dəyərin azalmasından gileylənir. Tam onu hamımız bilirik. Yadıma bilmirəm, burada dil ədəbiyyat müəllimi var. Rövşən müəllimi dil ədəbiyyat müəllimi. Rövşən müəllimi bilirəm. Süleyman Sani Axundovun Laçın Yuvası dramı var, orada bir Molla Sadıq obrazı var. Orada yazıcı, hələ 100 il bundan qabağı o Molla Sadıq obrazın dili ilə deyir ki, vay o gündən ki, din, məzhəb, böyük, kiçiklik, hörmət, izzət, qeyrət, namus aradan götürülsün. Onda dünya öz məhvərindən qopacaq. Bugün dünyanın öz məhvərindən qopmaması üçün həmən milli dəyərləri qoruyub saxlamaq lazım. O da biz böyüklərdən, müəllimlərdən asılıdır. Təbliğatımız güclü olmalı. İnşallah, inşallah. Buyurun, hər öz fikrinizi, bir cümleyi, iki cümleyi Orada müzakirə edirlər. Çox istəyərdim orta məktəblərdə qadın-kişi bərabərliyinin bərabərliyinə aid daha çox dərslər olsun və uçuruma getmir, daha çox Dərslər olmasa da tədbirlər olur da, bilməklər, dəyərlər keçirir. Tədbirlərin keçirilmir. Nələrsə öyrədilsinlər, belə uşaqlara. Biz orta məktəbdə bu haqda işini işitməmişik. Dünyanı gördükcə, böyüdükcə, belə şəhərə falan çıxdıqca, qəzetələri tanıdıqca öyrəndim mən bunları. Çox sağ olun, təşəkkür edirəm qızım. Deməli 11-ci sinifin uşağım. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Və kimsə nəsə dedi? Yox.
Hər birinizə təşəkkür eləyirəm. Çox sağ olun ki, gəldiniz. Dəyərli vaxtınızı bizlə keçirdiniz. Amma çox yaxşı müzakirəmiz oldu. Çox sevindim. Və mən bu mövzuya görə, bu mövzunun maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm ki, belə bir mövzunu gündəmə gətirdi və belə bir mövzunu aktuallaşdırdı. Çox sağ olun, sizə təşəkkür edirəm. Eyni zamanda mən Bərdə rayon icra hakimiyyətinə, onun əməkdaşlarına, Nərgiz xanım, sizə, kollektivinizə, sizə 2 nömrəli məktəbə, eyni zamanda Xosrov müəllimə, onun kollektivinə təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən inanıram ki, bizim bu işimiz səmərəli oldu, bu dəyirmi masamız səmərəli oldu və gələcəkdə bu geniş yayılacaq. Yəni bu maarifləndirmə geniş yayılacaq. Çox sağ olun, təşəkkür edirəm. Bir dənə gəlin, hamımız bir yerdə bir şəkil götürək, xatirə şəkil. Bir dəqiqə mən onu deyim ki, şimdi rayonuna edirik də, bu bölgələrdə yeni bir problem. Bunları kəndlərdə olmasa lap yaxşı olar. Kəndlərdə. Qeyd eləyərik.